Salam əziz müəllimlər, hörmətli müdavimlər. Hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Söz verdiyimiz kimi sizlər üçün sertifikasiya və miqə hazırlaşan tərbiyəçi müəllimlərimiz üçün kanalımızda ard-arda ən vacib dərslərin izahı paylaşılacaqdır. Bugün də ən vacib mövzulardan birinə baxacağıq. Qeyd edim ki, hansı mövzularda çətinlik çəkirsinizsə, hansı mövzularda problem yaşayırsınızsa, şərh də qeyd edin. Biz şərhlərə baxıb həmin mövzuları sizlər üçün izah edəcəyik. Bugün sizlərlə danışacağıq uşaqlarda təfəkkürün inkişaf xüsusiyyətlərindən. Elə isə gəlin görək, təfəkkür deyəndə nə başa düşülür? Təfəkkür insanda nə zaman formalaşır? Təfəkkürə qədər olan bir hissə nə adlanır? Hörmətli müəllimlər, təfəkkürə qədər olan bir hissə yaddaş, hafizə adlanır. Bəs yaxşı. Yaddaş, hafizə təfəkkürün növüdür. Təbii ki, yaddaş, hafizə təfəkkürün növü deyil. Nə üçün? Çünki əzbər əsaslanmasıdır. Bəs təfəkkür nə zaman formalaşır? Təfəkkür insan şuurlu düşünməyə başladığı andan etibarən formalaşır. Təfəkkürdə nə etməsidir? Təfəkkürdə qavramasıdır, dərk etməsidir, fikrini ifadə etməsidir. Artıq biz belə bir nəticə çıxarırıq ki, əgər təfəkkürə qədər olan bir hissəni soruşursa, təfəkkürə qədər olan bir hissəmiz yaddaş, hafizə adlandı. Bəs təfəkkür insanda nə zaman formalaşdı? Şuurlu düşünməyə başladığı andan etibarən formalaşdı. Yəni sizə belə deyim ki, burada bir düşüncə baş verdi. Burada bir dərk etmə baş verdi. Bəs yaxşı, elə isə məktəbə qədər dövr ərzində təfəkkür neçə istiqamətdə inkişaf edir? Məktəbə qədər dövr ərzində uşaqlarda təfəkkür 3 istiqamətdə inkişaf edir. Hansı istiqamətlərdir? Belə ki, əyani əməli təfəkkür, əyani obrazlı təfəkkür və onun ardı hesab olunan məntiqi təfəkkür. Hörmətli müəllimlər, belə bir nəticə çıxarırıq ki, məktəbə qədər dövr ərzində deməli təfəkkür neçə istiqamətdə inkişaf etdi? 3 istiqamətdə inkişaf etdi. Əyani əməli təfəkkür, əyani obrazlı təfəkkür və bir də məntiqi təfəkkür olaraq 3 istiqamətdə inkişaf edir. Elə isə gəlin birinci danışaq əyani əməli təfəkkürdən. Əyani əməli təfəkkür 3 yaşına qədər olan uşaqlarda üstünlük təşkil edən təfəkkür növüdür. Əyani əməli təfəkkürə biz praktik təfəkkür də deyə bilərik. Burada uşaqlar nəyin vasitəsilə düşünürlər? Manipulyasiyanın köməyi vasitəsilə düşünürlər. Əyani əməli təfəkkürdə belə ki, praktik, təcrübəyə əsaslanan təfəkkürdür. Burada sanki tətbiq baş verir, praktika baş verir. Əyani əməli təfəkkürdə əlləri ilə toxunur, praktiki olaraq öyrənir burada. Məsələn, deyək ki, uşaq topu atıbdı. Bax, deyək ki, topu atıbdı. Deyir, mən topu bərk atanda top uzağa, topu mən yavaş atanda yaxına düşür. Uşaqda hansı təfəkkürün formalaşmasının göstəricisidir? Əlbəttə, əyani əməli təfəkkürdədir. Çünki burada necə qaydada olacaqdır? Yəni, praktika ilə öyrənə bilir, təcrübə ilə öyrənə bilir. Məsələn, 2 yaşlı uşaq qutunun içərisindən oyuncağı görür. Qutunun içərisində olan oyuncağı görür. Amma əli çatmır. Qutunu özünə tərəf çəkir və oyuncağı götürür. Uşaqda hansı təfəkkür formalaşır müəllimlər? Əlbəttə, əyani əməli təfəkkür. Çünki burada nə formalaşdı? Praktika formalaşdı mı? Praktika olduğu üçün hansı təfəkkürdən irəli gəlir? Əyani əməli təfəkkürdədir. Məsələn, uşaq oyuncağının düyməsini basır. Oyuncaq səs çıxardır. Uşaq qayıdıb bir də oyuncağın düyməsini basır. Bu uşaqda hansı təfəkkürün formalaşmasının göstəricisidir? Əyani əməli təfəkkürün formalaşmasının göstəricisidir. Maşını sökür, yığır, hissələrə ayırır, alınmır, bir də cəhd edir. Hansı təfəkkür formalaşır? Əyani əməli təfəkkür. Bax, oyuncaq maşınını hissələrə ayırıbdı. Daha sonra o hissələri birləşdirir. Birləşdirir, maşın alınır. Hansı təfəkkür formalaşdı?
əyani əməli təfəkkür formalaşdı. Çünki biz əyani əməli təfəkkürə eyni zamanda necə təfəkkür deyə bilərik? Əyani əməli təfəkkürə praktik təfəkkür də deyə bilərik. Burada necə öyrənirlər? Praktikada öyrənirlər. Əşyalarla manipulyasiya edərək öyrənirlər. Yəni tətbiqdən bir düşüncə yaranır burada. Məsələn, digər bir suala baxaq. Deyək ki, uşaq əşyalarla dedik ki, burada manipulyasiya edib öyrəndi. Düzdür? Uşaq topu atıbdı. Topu atıb, topu uzağa düşüb. Uşaq düşünür. Topa necə çata bilərəm mən? Məsələn, deyək ki, burada uşaq düşünür ki, mən necə etsəm topa çata bilərəm. Bax, hansı ki, bu hansı təfəkkürdən irəli gələcək? Əyani əməli təfəkkürdə. Niyə? Topu atıb, topun arxasıca gedir indi. Nə var burada artıq? Praktika var. Oyuncaqları atır, əşyaları itələyir, əşyaları hissələrə ayırır, düymələri basır. Məsələn, deyək ki, uşaq hissələrə ayırdı, daha sonra həmin hissələri birləşdirdi. Hansı təfəkkürdən irəli gələcək? Əyani əməli təfəkkürdən irəli gələcək. Əgər biz situasiyalarda rahat seçmək üçün belə bir nəticə çıxaraq ki, toxunur, hissələrə ayırır, sökür, yığır, əşyalarla məşq edir, sınaq aparır, real əşya üzərində formalaşır deyək, onu tətbiq edir, praktikada öyrənir. Elə biz demişik, əyani əməli təfəkkürün digər adına hansı təfəkkür deyə bilərik? Praktiki təfəkkürdə deyə bilərik. Belə ki, əyani əməli təfəkkürdə, təcrübədə, praktikada öyrənməsi, əşyalarla manipulyasiya edərək öyrənməsi əyani əməli təfəkkürdən irəli gələcəkdir. Ümid edirəm ki, hər birinizə aydındır. Keçək digər təfəkkür növünə. Digər təfəkkür növümüz əyani obrazlı təfəkkürdür. 3 yaşına qədər olan uşaqlarda deyək ki, üstünlük təşkil edən hansı idi? Əyani əməli 3-4 yaşda nitqin inkişafı ilə əlaqədar olaraq formalaşan təfəkkür hansı təfəkkürdür? Əlbəttə, bu da əyani obrazlı təfəkkürdür. Obrazlı təfəkkür deyəndə artıq gözünün önündə təsəvvür edə bilir və burada nitqin inkişafı ilə əlaqədar formalaşır. Burada uşaq artıq hər şeyi mütləq əli ilə etməyə ehtiyac duymur. Əyani əməlidə mütləq əli ilə toxunurdu, hiss edirdi, praktik olaraq öyrənirdi. Əyani obrazlı təfəkkürün əyani əməli təfəkkürdən əsaslıca fərqi ondadır ki, əyani obrazlı təfəkkürdə artıq mütləq demir ki, ona toxunum, mən praktikada öyrənim. Xeyr, o artıq təsəvvüründə canlandıra bilir. Məsələn, uşaqlara deyirəm ki, gəlin ev rəsmi çəkək. Uşaq evin necə göründüyünü təsəvvür edir və rəsmi çəkir. Burada uşaq nəyidən istifadə edir? Obrazdan istifadə edir. Artıq əşyanı götürüb dəyişdirmək deyil burada, əşyaya toxunmaq deyil burada. Artıq nə etməkdir? Gözünün önünə bir obraz gətirir. Obraz gətirir, çəkir. Hansı təfəkkürdən irəli gələcəkdir? Əlbəttə, əyani obrazlı təfəkkürdən irəli gələcəkdir. Məsələn, deyirəm ki, 4 yaşlı uşağa deyirəm ki, ayı meşədə yaşayır. Səncə meşə necə görsənir? Uşaq meşəni gözünün önünə gətirir, təsəvvürünə uyğun ağaclar, heyvanlar çəkir. Hansı təfəkkürdən irəli gələcəkdir? Bəli, müəllimlər, burada nə formalaşıb? Bir obraz formalaşıbdı. Ona görə hansı təfəkkürdür? Əyani obrazlı təfəkkürdür. Nə üçün? Çünki burada artıq o zehnində, təsəvvüründə canlandıra bilir. Məsələn, uşaq oyuncaq maşını görmür, amma deyir, mənim maşınım qırmızıdır, böyük təkərləri var. O maşınını neylədi? Maşını görmədi, amma gözünün qarşısına gətirdi. Hə, mənim maşınım qırmızıdır, onun böyük təkərləri var. Bu hansı təfəkkürdədir? Əyani obrazlı təfəkkürdən irəli gələcəkdir. Nə üçün? Çünki təsəvvüründə canlandırır artıq. O obrazı gözünün qarşısına gətirir.
Məsələn, uşaq deyir ki, mən konstruktorlardan ev düzəldəcəm. Deyək ki, bu hissədə, filan hissədə qapı olacaqdı, yuxarıda dam olacaq. Amma uşaq bunu görmür ha. Praktik olaraq toxunmur. Onu təsəvvüründə nə edir? Obrazında canlandırır. Bu hansı təfəkkürdən irəli gələcəkdir? Belə ki, əyani obrazlı təfəkkürdən irəli gələcəkdir. Əyani əməli təfəkkürlə əyani obrazlı təfəkkürü biz müqayisə etsək, əyani əməli təfəkkürdə real əşya ilə işləyir. Praktikada toxunaraq, tətbiq edərək deyək ki, formalaşır. Erkən yaşda üstünlük təşkil edir. Əyani obrazlı təfəkkürdə artıq şəkil olur, təsvir olur, obraz olur, təsəvvür edərək anlayır. 3-4 yaşda da formalaşır. Əyani əməli təfəkkürdə toxunur, praktika ilə anlayır, praktikadan anlama baş verir. Amma əyani obrazlı təfəkkürdə praktika deyil, təsəvvürlərlə, şəkillərlə anlama baş verir. Aydındır? Məsələn, deyək ki, uşaq stulu çəkib, üstünə çıxaraq oyuncağı götürür. Bu hansı təfəkkürdən irəli gələcək, hörmətli müəllimlər? Təbii ki, stolun üstünə çıxır, çəkir. Bəli, praktika var. Bu, əlbəttə, əyani əməli təfəkkürdür. Yaxşı. Uşaq oyuncağının harda olduğunu gözündə canlandırır. Ona necə çatacağını təsəvvür edir. Bəs bu hansı təfəkkürdür? Bu, əyani obrazlı təfəkkürdür. Çünki əyani əməli təfəkkürdə real əşyalarla işlədir. Axı biz nə dedik? Necə öyrəndilər? Əşyalarla manipulyasiya edərək öyrəndilər. Əşyalarla toxunaraq öyrəndilər. Amma əyani obrazlı təfəkkürdə, əyani əməli təfəkkürdən fərqli olaraq burada necə qayda edəcəyini beynində düşünür, rəsmlə, təsəvvürlə düşünməsi əyani obrazlı təfəkkürdən irəli gələcəkdir. Ümid edirəm ki, qısa şəkildə sizlər üçün aydın oldu. İndi isə əyani obrazlı təfəkkürün ardı hesab edilən, daha da deyək ki, yüksək səviyyədə yer alan təfəkkür növü məntiqi təfəkkürdən danışaq. Məntiqi təfəkkürdə əyani obrazlı təfəkkürün əsasında formalaşmağa başlayır. 5-7 yaşlı uşaqlarda formalaşır, daha çox inkişaf edir bu, daha da yüksək həddir axı. Məntiqi təfəkkürdə necə qayda edəcəkdir? Artıq səbəb-nəticə əlaqələrini qura bilir, hadisələr arasında əlaqə qura bilir, müqayisə edə bilir, səbəb axtara bilir, nəticə çıxara bilir, artıq bir mülahizələr yürüdə bilir. Axı daha geniş təfəkkür növüdür. Məsələn, 5 yaşlı uşağa deyilir: bitkini sulamasan nə baş verər? Uşaq cavab verir: bitki susuz qalacaq, sola biləcəkdir. Biz o bitkini itirmiş olacağıq. Bu uşaqda hansı təfəkkür formalaşıbdır? Əlbəttə formalaşıbdır məntiqi təfəkkür. Çünki bunlar arasında nəyi müəyyən etdi? Bəli, mülahizələr arasında səbəb-nəticə əlaqələrini müəyyən edə biləcəkdir. Bu hansı təfəkkürdən irəli gələcək? Sözsüz ki, məntiqi təfəkkürdən irəli gələcəkdir. Məntiqi təfəkkürdə artıq onlar arasında səbəb-nəticə əlaqələrini müəyyən edə bilir, artıq geniş düşüncə baş verə bilir, artıq fikir yürüdə bilir burada. Axı məntiqi təfəkkür əyani obrazlı təfəkkürün əsasında formalaşmışdı. Məsələn, deyək ki, uşağın qarşısında 2 çubuq var. Biri uzun, biri qısadır. Uşaq deyir: bu çubuq o birindən uzundur. Bunlar paralel deyirlər. Bu hansı təfəkkürdən irəli gələcək? Əlbəttə məntiqi təfəkkürdən. Burada əlamətlərinə görə də müqayisə etmək öz əksini tapa biləcəkdir artıq. Məsələn, deyirəm ki, Toğrul, biz niyə qışda qalın geyinirik? Deyir, hava soyuq olur, şaxtalı olur, soyuqdan qorunmaq üçün. Hansı təfəkkürdədir? Məntiqi təfəkkürdən. Çünki burada hadisələri izah edə bilir. Hadisələri izah etməsi kifayət etmir. Onlar arasında əlaqə qurmağı da bacarır. Hansı təfəkkürdədir? Məntiqi təfəkkürdən irəli gələcəkdir. Məsələn, uşaqlara meyvələri göstərirəm, deyirəm bunlar nədir? Deyir, bunların hamısı meyvədir. Onları nə edir? Ümumiləşdirir. Ümumiləşdirmə də məntiqi təfəkkürdən irəli gələcəkdir.
alma, armud göstərirəm. Deyirəm, bunlar nədir Əli? Deyir, bunlar meyvələrdir. Hansı təfəkkürdən irəli gələcəkdir? Məntiqi təfəkkürdən irəli gələcəkdir. Belə bir nəticə çıxaraq ki, artıq uşaqlarda əyani əməli təfəkkürdə biz loru dildə desək, praktikadan düşünmə baş verdi, təcrübədən düşünmə baş verdi. Bax, deyək ki, manipulyasiya edərək praktiki olaraq öyrəndilər. Amma əyani obrazlı təfəkkürdə əli ilə toxunmasa da, belə deyim sizlərə, təsəvvüründə canlandıra bildi. Rəsmdə təsəvvüründə bir obraz yarada bildi. Və məntiqi təfəkkürə gəldik. Məntiqi təfəkkür əyani obrazlı təfəkkürün ardı hesab olunaraq onun vasitəsilə formalaşdı. Məntiqi təfəkkürdə ümumiləşdirdi. Bax, bayaq meyvələrdən nümunə gətirdi, səbəb-nəticə əlaqələrini müəyyən edə bildi, mülahizələr yürüdə bildi, müqayisə edə bildi. Yəni, şuurlu şəkildə, tam şəkildə dərk etmə baş verdi. Məsələn, deyək ki, Aytac oyuncağı masanın altında görür. Ona çatmaq üçün əli ilə oyuncağı özünə tərəf çəkir. Bu zaman Aytaçda hansı təfəkkür formalaşacaq? Əziz müəllimlər, hörmətli müdavimlər. Nə elədi? Əli ilə özünə tərəf çəkdi. Hansı təfəkkür formalaşır? Əyani əməli təfəkkür formalaşır. Bəli, çünki praktikada öyrəndi. Çünki manipulyasiya etdi, çünki toxundu. Deyək ki, Murad deyir, əgər yağış yağsa yer islanacaq. Ona görə mən çətir götürməliyəm. Muradda formalaşan təfəkkür hansı təfəkkürdür? Bəli, müəllimlər, burada artıq bir səbəb-nəticə əlaqəsi müəyyən edə bilir. Ona görə burada hansı təfəkkür formalaşacaq? Sözsüz ki, məntiqi təfəkkür formalaşacaqdır. Bəli. Məsələn, Aysu gələcəkdə tikəcəyi evin necə olacağını təsəvvür edir və şəklini çəkir. Artıq Aysuda formalaşan təfəkkür hansı təfəkkürdür? Sözsüz ki, əyani obrazlı təfəkkürdür. Nə üçün? Çünki burada necədir? Artıq təsəvvüründə onu canlandırır. Əşyaları ölçüsünə görə müqayisə edir, ən böyüyünü, ən kiçiyini təyin edir. Hansı təfəkkürdən irəli gəlir? Sözsüz ki, məntiqi təfəkkürdən. Bəli. Çünki burada necə qaydada olacaqdır? Söyləyirik ki, artıq bir ümumiləşdirmə, bir müqayisə edə bilir. Məsələn, deyir, günəş çıxanda hava işıqlanır. Hansı təfəkkürdür? Məntiqi. Niyə? Çünki səbəb-nəticə əlaqələrini müəyyən edə bilir. Deyək ki, uşaq maşını görmədən formasını, rəngini təsəvvür edir. Hansı təfəkkürdən irəli gələcəkdir? Əlbəttə bu, əyani obrazlı təfəkkürdən irəli gələcəkdir demişik ki. Məsələn, deyək ki, Fidan baxansı ki, oyuncağını hündür rəfin üzərində görür. Oyuncağa çatmaq üçün stulu rəfin qarşısına çəkir, üstünə çıxır, oyuncağı götürür. Fidanda hansı təfəkkür formalaşır? Əlbəttə, əyani əməli. Çünki burada praktikada etdi, bəli. Deyək ki, müəllim verdiyi tapşırıq üzrə ev şəkli çəkir uşaqlar. Evi əvvəlcə, deyək ki, gözündə canlandırır, qapısını, pəncərəsini müəyyən edir, sonra çəkir. Bu əyani obrazlı, çünki təsəvvüründə müəyyən edə bilir. Ümid edirəm ki, hər birinizə aydındır müəllimlər. Qısacası belə deyək ki, əgər real əşya ilə praktiki olaraq öyrənirsə, bu əyani əməli təfəkkürdür. Əgər təsəvvüründə obraz yaradıb canlandırırsa, əyani obrazlı təfəkkürdür. Əgər onlar arasındakı səbəb-nəticə əlaqələrini müəyyən edə bilirsə, oxşar fərqli tərəfləri tapırsa, bu nəyidən irəli gəldi? Bu məntiqi təfəkkürdə. Əyani əməli praktikada, əyani obrazlı təsəvvürdə, deyək ki, məntiqi təfəkkür səbəb-nəticə əlaqələrini müəyyən edir. Artıq bir daha dərin düşüncə baş verir. Bax, deyək ki, stulu çəkib oyuncağa çatmağa çalışmaq əyani əməli də oldu. Görmədiyi evi təsəvvür etdi, əyani obrazlı da oldu, çünki təsəvvür etdi. Hadisələr arasında səbəb-nəticəni izah etdisə,
Bu da məntiqi təfəkkür oldu. Bilirəm, bununla bağlı çox izahlar eşitmisiniz. Amma mən istədim ki, sizlərə ən qısa, deyək ki, ən düşündürücü və ən düşəcək məqamlı hissələri qeyd edim, söyləyim ki, imtahanda köməyinizə gəlsin. Mütləq ki, bu dərsdən sual düşəcəkdir. Müəllimlər qeyd edim ki, bu arada müəllimlər sual verir ki, müəllimə sizin avqust qrupunuz olacaq. Bəli, hörmətli müəllimlər. Bizim qruplarda dərslərin təşkili formatı fərqlidir. Necə? Dərslərimizin hər biri canlı Zoom proqramı vasitəsilə keçirilir. Hər bir dərs canlı izah olunur. Canlı sual-cavab olunur. Tək-tək testlərinə baxırıq. Bütün testlərin hamısını müzakirə edirik. Dərsə qoşulduqmu? Dərsə qoşulan zaman birinci dərsin izahına baxırıq. Dərsin izahından sonra keçirik həmin dərsin müzakirəsinə, sual-cavablarına. Sual-cavablarından sonra keçirik dərslərin testlərinə. Qısacası bu dərslərdə sizlərə rəsmi çərçivə sənədi əsasında dərsliyimizi təqdim edirik. Dərsliyimiz bu arada yenidir. Rəsmi çərçivə sənədinə uyğun bütün yeniliklər dərslərimizdə təqdim olunur. Və siz dərsə qoşularaq həm dərsin izahı, həm sual-cavab, həm testləri əldə etmiş olursunuz. Dərslərimiz bizdə fərqlidir. Həftədə 4 dəfə təşkil olunur. Sonradan yenidən də baxmaq imkanı olur. Situativ tipli testlər, qəbul səviyyəli sınaqlar hər biri təqdim olunur. Bu qədər formatın olmasına baxmayaraq ödənişimiz 30 AZN təşkil edir. Dərslərə qoşulmaq üçün 051 580 94 28 nömrəsinə WhatsApp-da müraciət edə bilərsiniz. Qeyd edim ki, bax dərslərimiz hansı ki, hər biri canlı şəkildə təşkil olunur. Siz artıq gedib nə köhnə dərs izahı axtarmırsınız, nə köhnə dərs videoları axtarmırsınız ki, gedib vaxt tapıb onları oxuyasınız. Hamısına canlı formatda baxırıq. Bilirsiniz ki, yaxın vaxtda miqvə sertifikasiya gözlənilir. Uğur əldə etmək üçün qruplarımıza qoşula bilərsiniz. Və qeyd edim ki, yerlər məhduddur. Vaxtında yazın ki, qeydiyyatdan keçin. 051 580 94 28 nömrəsinə yazaraq qatıla bilərsiniz. Müəllimlər, onu da vurğulayım ki, dərslərimiz qeyd etdim ki, yeni dərsliyimiz əsasında keçirilir. Az əvvəl yəqin ki, dərsliyimizdən bir nümunə paylaşdım. Ekranda gördünüz necə rahat şəkildədir. Bəli, bizim dərsliyimiz artıq satışda mövcuddur. Belə ki, dərsliyimizdən bax sizə bir nümunə təqdim edim ki, açar hissələri, bax hətta bütün düşmə ehtimalı olan bütün mövzuların hər biri bu təfəkkürün ardıdır. Dərsliyimizdə yer alır. Dərsliyimizin qiyməti 16 AZN-dir. Bütün hər bir yerə çatdırılması mövcuddur. Dərsliyimizdə bütün mövzular yer alır. Dərsliyimizi ilə sifariş etmək üçün 051 580 94 28 nömrəsinə müraciət edə bilərsiniz. Qeyd edim ki, imtahandan uğurla keçməyinizə çox kömək olacaqdır bu dərsliyin. Və bu kimi izahlarımızın davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olmağı, izahımızı bəyənib, like atıb, şərh yazmağı unutmayaq. Ümid edirəm ki, hamınız üçün faydalı oldu. Sağ olun, sağlıqla qalın. Allah'a əmanında. Hələlik.